Müəllimlər, salam, hər vaxtınız xeyir. Necəsiz, hörmətli müəllimlər? Deməli, müəllimlər, dərslikdə verilən bir məlumat var. İstəyirəm onu sizlə bölüşüm. Ümumiyyətlə, hərdən elə olur ki, müdavimlərə sual verəndə ümumi qrupda filan soruşurlar ki, müəllim, bu verdiyiniz sualla bağlı məlumat dərslikdə varmı? Əlbəttə ki, mən təbii ki, çox yaxşıdır. Fənnimizdən dərslikdə verilənlərdən əlavə məlumatımız olmağı, məlumat toplamağımız çox yaxşıdır. Amma MIQ müsabiqəsinə və yaxud da o baş tutacaq nə vaxtsa sertifikasiya müsabiqəsinə test imtahanına hazırlaşan müəllimləri əlavə materialla beynini yormaq və yaxud da onların vaxtını almaq artıqdır. Burada ancaq biz dərslik çərçivəsində hazırlaşmalıyıq. Müdavimləri bu cür hazırlaşdırmalıyıq. Və dediyim kimi, elə buradakı məlumatlar dərslikdədir. Deməli, burada nə var? Burada var ki, vərəq üzərində rəsmin kompozisiyasının işlənməsində vacib olanlar nələrdir? Burada ardıcıllıq yoxdur, ilk öncə onu deyim. Amma burada ardıcıllıq var. Deməli, burada dediyim kimi, vərəq üzərində rəsmin kompozisiyasının işlənməsində vacib olanlar var ki, nələrdir? Kağızın ölçüsüdür. Əşyaların yerləşdirilməsindəki ritmik ardıcıllıqdır. Simmetriya, asimetriyadır. Tarazlıq, kontrastdır və dərinlikdir. Lakin burada isə natürmort görürük. Bunlar hər dördü dənə ayrı natürmortdur. Deməli, burada natürmortda rəsmi yaradan zaman lazım olan ardıcıllıq. Yəni, burada nömrələri görürsünüz. 1, 2, 3, 4 və s. Bu ardıcıllığı göstərir. Yəni, birinci neyi eləyirik? Birinci əşyaları seçirik. İkinci, natürmortda bütün əşyaların ən yaxşı göründüyü nöqtəni müəyyənləşdiririk. 3. Son kompozisiya axtarışların birbaşa natürmortun qurulması üzərində aparılır. Burada nə var burada? Nəyisə götürürük, nəyisə yerini dəyişdiririk, nəyisə əlavə edirik və s. 4. Çəkiləcək kompozisiyaya uyğun olaraq kağızın formatı seçilir. Burada şaquli, üfüqi və yaxud da kvadrat ola bilir. Deyir ki, vərəqdə natürmorta aid olan bütün əşyalar elə təsvir olunmalıdır ki, vərəqin səthi üzərində yerləşməklə yanaşı bu məkanda onların yeri dar olmasın və yaxud da bir-birinin önündə durub və yaxud da bəziləri arxada qalıb gözdən itməsin. 5-ci, əşyaların silüetlərini vərəq üzərində yüngül xətlərlə çəkmək lazımdır. Əgər kompozisiya düzgün qurulubsa, ondan sonra rəsmə başlamaq olar. 6-da da deyir ki, ton və işıq həlli tapılır. Deməli, 5-i biraz haqqında məlumat vermək istəyirəm. Burada deyir ki, vərəq üzərində yüngül işləmək lazımdır. Biz 3-cü sinifdə qrafikanın əsas ifadə vasitələri haqqında məlumatı öyrənəndə orada bir şey də öyrənmişdik. Bir məlumat da almışdıq ki, deyir ki, rəsm ilk öncə quran zaman maksimum dərəcədə yüngül tonla işləmək lazımdır. Yəni, əlimizdəki qələmin, işlədiyimiz qrifelin və s. təzyiqin maksimum dərəcədə yüngül basmalıyıq ki, düzəliş eləmək lazımdırsa əgər, bu düzəlişi biz eləyə bilək. Yəni, əgər biz onu təzyiqi möhkəm eləyiriksə, düzəliş eləmək lazımdırsa, biz pozanla nə qədər pozsaq da artıq orada iz salmış olacaq. Ona görə də ilk öncə yüngül tonla işləmək lazımdır, yüngül təzyiqlə daha doğrusu işləmək lazımdır ki, düzəliş eləmək istəsək biz buna nail ola bilək. Bir də onu demək istəyirəm. Deməli, görürsünüz buradakı formatları. Deməli, burada 4-də nə demişdi? Demişdi, çəkilən kompozisiyaya uyğun olaraq kağızın formatını müəyyənləşdirmək. Burada yazıb ki, əsər üzərində işləyərkən formatın seçimi vacibdir. Onun müəyyən edilməsi rəssamın nə düşündüyündən asılıdır. Təbii ki, rəssam da düşündüyünü çəkir, nə düşündüyündən asılıdır həmən formatın seçilməsini. Və burada da hər bir formatın özünün yaratdığı təəssüratı var. Kvadrat format kompozisiyada sabitlik, statiklik təəssüratı yaradır. Şaquli format möhtəşəm, təntənə, monumentallıq təəssüratı yaradır. Üfüqi formatdan geniş məkan panoramın təsviri zamanı istifadə olunur. Hörmətli müəllimlər, aldığınız məlumat sizin üçün yararlı oldusa, kanalımıza abunə olmaq, fikir bildirmək, bəyənmək və məlumatı maksimum dərəcədə paylaşmağınız xahiş olunur. Sağ olun, hörmətli müəllimlər.